Tələsin yaxşı işlər görməyə. Çünki zaman hər şeyi yazır. Bir gün o yazılanlar oxunacaq. Tələsin sevməyə, sevilməyə. Çünki sevgi Allahın bizdəki əksidir. Tələsin gözəllikləri görməyə. Baxmaq yetməz, görmək üçün ürəklə baxmaq gərək. Tələsin özünüzü tanımağa. Rumi deyir, özünü tanıyan Rəbbini tanıyar. Çünki qapı sən özünsən, açar da sənin içindədir. Tələsin qəlbinizin səsini duymağa. Qəlbin, Yaradanın sənə fısıltı ilə danışdığı yerdir. Tələsin var olduğunuzu duymağa. Çünki varlıq bir anlıqdır. O an içində sonsuzluğu daşıyır. Tələsin dünyanı sevməyə. Çünki sevgi ilə baxsan, hər şey gözəlləşər. Əl-Qəzzair deyirdi, dünyaya baxışın Rəbbinə olan baxışını əks etdirir. Həyat bir andır. Sən o anın içində hardasan? Zəhərli keçmişdə, yoxsa gəlməyən gələcəkdə? Yoxsa indi buradasan, nəfəsində, varlığında, Allahla bir anın içində?